Salam, bu videoda Dövlət İmtahan Mərkəzinin 9 illik test topusundan bir neçə mətnin izahına baxacağıq. İlk olaraq başlayaq mühəndis mətnindən. Yenə də qeyd edim ki, digər videoda da qeyd etdiyim kimi, hər bir mətni oxumamışdan öncə suallarla tanış olmaq vacibdir. Siz də hər zaman mətni oxumamışdan öncə suallarla tanış olun. Çayın üzərindən körpü salmaq çətindirmi? Əgər çay ensiz olsa, onun üstündən şalban və ya tir atılsa, körpü hazır olar. Bəs Araz, Kür kimi çaylarda necə? Belə böyük çayların üstündən salınacaq körpünü tikərkən metaldan və ya dəmir betondan istifadə etmək lazımdır. Bəs necə müəyyən etmək olar ki, belə nəhəng körpünün neçə dayağı olmalıdır? Körpü nə qədər maşının və adamın ağırlığını dözər? Güclü qasırğa, şiddətli tufan qopsa, körpü uçmaz ki. Yazda çayların daşmasına, selin kükrəməsinə körpünün dayaqları tab gətirə bilərmi? Kür çayı üzərindəki ilk dəmir körpünü kim tikmişdir? Tutaq ki, çox yüksək sürətli yeni model idman avtomobilinə ehtiyac var. Belə avtomobilə necə mühərrik lazım olduğunu kim deyə bilər? Bu suallara cavab vermək üçün bir çox elmləri fizika, riyaziyyat, kimya, rəsm, xətt, məntiqi çox yaxşı bilmək vacibdir. Bütün bu sahələri kompleks şəkildə öyrənən qazandığı bilik və bacarıq nəticəsində möhkəm dayaqlı, körpü və yüksək sürətli avtomobil düzəldən mütəxəssis mühəndis adlanır. Körpülərin, evlərin və başqa illi xırdalı tikililərin layihəsinə işləyib hazırlayan peşəkarlar inşaat mühəndisi, avtomobil düzəldənlər isə mühəndis mexaniklərdir. Sənayinin müxtəlif sahələri kimyaçı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisləri və başqa ixtisaslı mühəndislər tərəfindən inkişaf etdirilir. Fabrik və zavodlarda aparıcı mühəndislər sexlərin və laboratoriyaların işini yönləndirirlər. Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Elmi-texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyükdür. Bu gün vətənimizin qeyri-neft sektorunda nailiyyətlər qazanması vacibdir. Bunun üçün ölkəmizin savadlı mühəndislərə çox ehtiyacı var. Gələcəkdə mühəndis olmağı arzulayan gənclərimiz çox oxumalı, biliklərə daha dərindən yiyələnməlidirlər. 31. Mətnə əsasən yanlış fikirdir. Həyat təcrübəsi olan istənilən insan mühəndis ola bilər. Elə bu yanlış fikirdir. Çünki həyat təcrübəsi olan istənilən insan yox. Həm müxtəlif elmləri bilən, həm artıq müəyyən bilik və bacarıqlar və ilişlər qazanmış insan ola bilər. O görə də A yanlışdır. Digər variantları isə hər ehtimala izah edək. Zaman keçdikcə mühəndislik sahəsində görülən işlərin əhatə dairəsi genişlənmişdir. Bəli, yəni təkcə inşaat mühəndisi deyil də, avtomobil və digər sahələrdə də mühəndislərə ehtiyac var. Həyatın müxtəlif sahələrində mühəndislərə ehtiyac var. Bəli, qeyd etdim. Mühəndislik peşəsi hesablamaların dəqiq olmasını tələb edir. Bəli, o Kür çayı, Araz çayı ilə bağlı məsələlərdə bu öz əksini tapmışdı. Elmin yalnız bir sahəsini mükəmməl şəkildə qavrayan insan savadlı mühəndis ola bilməz. Bəli, bunun üçün bir çox elmləri bilmək lazımdır. 32. Çərçivə daxilində verilmiş sözün mənasına uyğun nümunəni müəyyən edin. Kompleks sözüydü burada. Kompleks tədbirlər, daha doğrusu kompleks şəkildə öyrənən. Demək, kompleks sözün öz mənası o deməkdir ki, vahid bir vəhdət təşkil edən hadisələrin, obyektlərin məzmunsu deməkdir. Burada kompleks şəkildə öyrənən, yazıb ki, bütün bu sahələri kompleks şəkildə öyrənən, yəni birgə şəkildə bir növ öyrənən. İndi buradakı mənasına uyğun görək hansılardır? Heydər Əliyev kompleksində həm də muzey vardır. Burada kompleks sözü, yəni birgə istifadə olunan, müəyyən məqsəd üçün istifadə olunan binalar qrupu anlamındadır. Heydər Əliyev kompleksində həm də muzey vardır. Kənd təsərrüfatının inkişafı respublikamızda kənd təsərrüfatının inkişafı üçün respublikamızda kompleks tədbirlər həyata keçirilir. Bəli, birgə şəkildə tədbirlər həyata keçirilir. Mətndəki mənasındadır. Bakıda salınmış yeni yaşayış kompleksləri, burada da baxın, bu birdəki mənasındadır, inşaat anlamındadır. Bu sahədə həyata keçirilən kompleks işlər təhsil sisteminin ehtiyaclarından irəli gəlir. Bu isə bəli, mətndəki anlamındadır. 2-4 C variantı. 33. Uyğunluğu müəyyən edin. Giriş əsas nəticə isə bu tip suallarda bilirik ki, birinci abzas adətən giriş hissə hesab olunur.
axırıncı abzas nəticə, gerdə qalanlar isə əsas hissə. Mühəndis bir çox elm sahələrini dərindən bilməlidir. Bu əsas hissədə idi. Gördüyünüz kimi əsas hissədə. Ona görə də mən burada qeyd edeyim özünüz üçün 1, 2, 3. A getdi 2-yə. Ensiz çayların üzərindən körpü salmaq çox da çətin deyil. B gedir 1-ə. Çünki bu əvvəldə qeyd olunmuşdu ki, bəs ensiz çaylarda rahatdır. C1 bu da qeyd olunmuşdu. Onun üstündən şalban və ya tir atılsa körpü hazır olar. Demək, B getdi 1-ə. Gələcəkdə mühəndis olmaq istəyənlər öz üzərində daha çox işləməlidirlər. Bu öz əksini tapmışdı. Baxaq. Nəticə hissədə gələcəkdə mühəndis olmağı arzulayan gənclərimiz çox oxumalı, biliklərə daha dərindən yiyələnməlidirlər. Demək, C getdi nəticə hissəsinə. Müxtəlif sahələrin öz ixtisaslaşmış mühəndisləri olur. Bu əsas hissədə öz əksini tapmışdı. Körpülər salınmazdan əvvəl onların dayanıqlığı haqqında lazımi hesablamalar aparılmalıdır. Bu da əsasda var. Əsas deyirəm, giriş hissədə var idi. Demək, 1-ə getdi B-yə, 2-yə getdi A-dir, 3-ə də getdi C, A variantı. Qaralamaları silək buradan, qarışıqlıq yaratmasın. Daha sonra 34. Mətndəki məzmun ardıcılığını nəzərə alaraq nöqtələrin yerinə uyğun olan fikri müəyyən edin. Demək, hansı hissə idi bu? Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Elmi-texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin elmi-texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyüdür. Görək burada hansı uyğun gələcək. Son dövrlərdə biomühəndislik sahəsində inkişaf hissi olunmaqdadır. Bu, həmin ardıcılığa uyğun gəlmir. Ölkəmizin müxtəlif ali təhsil ocaqlarında neft mühəndisləri, tərcüməçilər, həkimlər və s. hazırlanır. Burada digər peşələrlə bağlı danışılmadı. Kənd təsərrüfatında da savadlı mühəndislərə ehtiyac var. Bununla əlaqəli deyil. Bir daha baxım, əlaqəlidirmi? Xeyr. Sonra elmi-texniki tərəqqinin inkişafı ekoloji problemlərin artmasını gətirib çıxartmışdır. Xeyr, bu da uyğun gəlmir. Daha sonra onun həm texnologiya barədə nəzəri bilikləri, həm də onu tətbiq etmək bacarığı olmalıdır. Bu əslində uyğun gəlir. Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Onun həm texnologiya barədə nəzəri bilikləri, həm də onu tətbiq etmək bacarığı olmalıdır. Elmi-texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyükdür. Bəli. Demək ki, uyğun gəldi. Keçək növbəti suala. Mətni əsasən peşəkar mühəndis bacarmalıdır. Görəcəyi işin proyektini hazırlanmağı, bəli, öncədən bilməlidir ki, bu insan nə edir. Müxtəlif ixtisaslı mühəndisləri asanlıqla əvəz etməyi, xeyr. Müəssisələrdə texniki cəhətdən təkmilləşdirməyi, bəli, texniki cəhətdən təkmilləşdirməyi bacarmalıdır. Elmi-texniki biliklərə bəli sahib olmalıdır. Təbii fəlakətlərin baş vermə səbəbi onun sahəsi ilə bağlı deyil. Bu da yanlışdır. 1, 3, 4, B variantı. Mətnin giriş hissəsinin məzmunu ilə bağlı olmayan cümlə hansı ifadə ilə başlayır? Bəli, burada belə bir ifadə var idi ki, hani bu Köy çayı üzərində ilk dəmir körpünü kim tikmişdir? Bunun bu hissə ilə bir əlaqəsi yox idi axı. Ona görə də C variantı əlaqəsizdir. Mətni oxuduqca özünüz də görürsünüz ki, həmin hissədə bir boşluq sanki hiss olunur. 37. Mühəndis peşəsinin vacibliyi haqqında fikirlər mətnin hansı tərkib hissəsində və ya hissələrində öz əksini tapmışdır? Demək, bu öz əksini tapmışdı əsas və nəticədə. Niyə? Çünki nəticədə deyirdi ki, bəs gələcək üçün belə, peşəkar mühəndislər yetişdirmək vacibdir, lazımdır. Əsas hissədə də bütövlükdə ümumiyyətlə mühəndisliyin əhəmiyyətindən danışılırdı. Mətndə tünd-qara hərflərlə verilmiş ifadənin kontekstə görə mənasını müəyyən edin. Demək, baxaq burada. Mütəxəssis sözü deyirdi ki, bəs kompleks şəkildə öyrənən, qazandığı bilik və bacarıq nəticəsində möhkəm, dayaqlı, körpü və yüksək sürətli avtomobil düzəldən mütəxəssis mühəndis adlanır.
Hər hansı bir sənətlə məşğul olan usta xeyir, bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş sənətkar xeyir, elm və texnikanın müəyyən sahəsində xüsusi biliyi olan və müəyyən ixtisas almış adam, bəli, bu isə tam mətndəki mənasına uyğun gəlirdi. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəldə qeydlər aparan həqiqi mənada işlənmişdir, məcazi mənada işlənmişdir. Bir də əgər həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada deyir onu işlət. Demək, baxaq burada. Birinci söz hansıdır? Körpünün dayağı. Körpünün dayağı həqiqi mənadır. Eləmi? Körpünün dayağı həqiqi mənadır. Daha sonra ikinci, üçüncü sözləri tapaq. Körpü uçmaz ki, körpünün uçması, körpü həqiqətdə uça bilirmi? Uçmaq burada dağılmaq anlamındadır. Yəni həqiqi mənasıdır, dağılmaq mənasında. Yüksək sürətli, bu məcazidir. Avtomobil düzəldən, bu da həqiqidir. Demək, 1 ilə 2 oldu, 4 oldu həqiqi, 3 oldu məcazi. İndi onu digər mənada işlədək. Dayaq sözünü məsələn məcazi mənada deyə bilərik ki, o evimizin, ata məsələn evin dayağıdır. Olur məcazi anlamda. Uçmaq sözünü deyə bilərik ki, o sevincindən qanad açıb uçurdu. O sevincindən uçurdu. Yəni bu onun məcazi mənasıdır. Daha sonra sürət sözüydü. Yox, yüksək sözünü həqiqi mənada işlədək. Məsələn, o yüksək dağa çıxdı. Dördüncüsü, dördü hansıdır burada? Düzəldən. Düzəldən həqiqi mənadadır. Məsələn, deyə bilərik ki, o özündən söz düzəldir. Anlamında bu məcazidir. 40-cı sual. Əvvəlində rəqəm yazılmış cümlələrdən hansı mətndə qarşısında üçbucaq qoyulmuş cümlədəki fikri əsaslandırır? Həmin cümləni müəyyən edib yazın və seçiminizi əsaslandırın. Ona görə deyirəm ki, mətni oxumamışdan öncə suallara baxmaq lazımdır. Mən artıq mətni oxuyarkən belə bu məqama diqqət yetirmişdim. Üçbucaq qoyulmuş cümlə budur ki, sənayinin müxtəlif sahələri, kimyatı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisləri və başqa ixtisaslı mühəndislər tərəfindən inkişaf etdirilir. Bunun, yəni belə deyim, əsaslandıran, bu fikri əsaslandıran qarşısında 4 qoyulmuş cümlədir. Yazıb ki, elmi-texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyüdür. Əsaslandırma, demək, tapdıq düzgün fikri hansıdır? Əsaslandırmamızı da necə edirik? Əsaslandırmamızı da belə edirik ki, demək, nə yazılmışdır? Burada elmi-texniki tərəqqini sürətləndirmək üçün hər cür ixtisasdan olan mühəndislərin əməyinə ehtiyac var. Mətndə də qeyd olunduğu kimi sənayenin müxtəlif sahələri kimyaçı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisləri tərəfindən inkişaf etdirilir. Yəni bu elə mətndə artıq öz əksini konkret cümlələrdən tapıb. Sadəcə o cümlələri bir qədər bəzəyib düzüb yazmaq lazımdır. Sizin üçün izah olaraq digər cümlələrə nəzər yetirək. Məsələn, birinci cümləyə baxın. Çayın ensiz olması və ikinci cümlə olsun. Yüksək sürətli yeni model avtomobil. Üçüncü cümlə olsun. Digər elm sahələri fənlərlə bağlıdır. Beşinci cümlə olsun. Gələcəkdə mühəndis olmağı arzulayan gənclər. Yəni bunlar konkret olaraq bu qarşısında üçbucaq qoyulmuş cümlənin izahı deyil. Bircə dördü gördüyünüz kimi, bəli, bu cümlələr bir-biri ilə bağlı cümlələrdir. Belə, birinci mətnimiz yekunlaşdı. Kenguru mətni. Avstraliyaya gələnlər bu heyvana maraqla tamaşa edirdilər və yerli sakinlərdən onun adını soruşurdular. Yerli adamlar kenguru, yəni mən sizi başa düşmürəm deyə cavab verirdilər. Gələn qonaqlar elə bilirdilər ki, bu söz həmin maraqlı heyvanın adıdır. Elə o vaxtdan bu heyvan kenguru adlandırılmışdır. Kenguru ot yeyən heyvandır. Onun dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzundur. Ona görə də kenguru gəzə bilmir, sürətli sıçrayışlarla hərəkət edir. Kenguruların dal ayaqları onların ünsiyyətinə kömək edir. Belə ki, kenguru dal ayaqlarını nöqtə-nöqtə səs çıxarır və digərlərini işarə edir. Kenguru ot yeyəndə qabaq ayaqlarını yerə qoyur. Onun iri və güclü quyruğu, ensiz kürəyi, insan əlinə bənzər pəncəsindən ibarət silueti var. Arxa pəncəsində cəmi 4 barmağı var. Caynaqları, xüsusilə ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Bununla da kengurunun nəsli kəsilməmişdir. Kenguru 12 metr uzunluğuna, 3 metr hündürə tullanmaqla müdafiə olunur.
2 metr yarım uzunluğunda olan nəhəng kengurunun dünyaya gətirdiyi balanın uzunluğu təqribən 3 sm, gözləri isə kor olur. Getdikcə gözləri açılmağa, anasının gözlərinə bənzəməyə başlayır. 8 aydan sonra bala ananın yarısı boyda olur. Bala kenguru anası ilə yanaşı oturan zaman adi bir xışıltı səsi eşidib qorxsa, cəld anasının kisəsinə girir. Yerini rahatlayandan sonra başını çıxarıb ətrafa baxır. Ana kenguru düşməndən qaçarkən artıq böyümüş balasını kisədən tullayır. Kisədən yerə düşən kenguru balası özünü müdafiə edə bilir. Ağacda, çılpaq qayalıqlarda yaşayan kenguruların ömrü 10-15 ildir. Onlar əkinlərə ziyan vururlar. Qiymətli xəzinədən və ətindən istifadə məqsədi ilə ovlandığına görə dövlət tərəfindən mühafizə olunurlar. Azərbaycanda da xüsusi qurğularda mühafizə edilən turac, ceyran, kəklik kimi heyvanlar var. 41-ci sual. Mətndə çərçivə daxilində verilən sözün mənasına uyğun nümunənin işləndiyi cümləni müəyyən edin. Yerini rahatlayandan sonra başını çıxarıb ətrafa baxır. Yəni içəridən başını çörə çıxarır. Yazdığı səhvləri çıxarıb, burada hər hansı bir səhvi ortaya çıxarmaq, yəni kənarlaşdırmaq o mənada deyil. Daha sonra müdir əlini işdən çıxarıb, yəni vəzifədən azad etmək, yenə də o mənada deyil. Qara eynəkli adam özünü sudan quru çıxarıb qalib görkəmlə dayanmışdı. Burada özünü sudan quru çıxarmaq frazeoloji birləşmənin tərkibindədir. Yəni yenə də o məna deyil. Mən səsimi çıxarıb bir söz deyə bilmədim. Yəni danışmadım. Səsimi birinə dinlətmədim. Yəni o anlamda da yenə də eyni məna deyil. Sürücü əlini maşının pəncərəsindən çıxarıb arxadakı maşını idarə edirdi. Burada isə bəli, mətndəki mənasındadır. Yəni burada da içəridən çörə çıxarıb əllərini. Daha sonra planın tərkib hissələri ilə bağlı uyğunluğu müəyyən edin. Kengurunun bədən quruluşu əsas hissədəydi. Demək, burada bir yazaq özümüz üçün bir yerlərdə. Daha sonra qəribə ad vermə bu girişdə idi. Bala kenguru. Bu da əsasdaydı. Kengurunun faydası bu da nəticə hissədə idi. Demək 1-ə B, 2-yə AC, 3-ə D. Cavabımız da oldu C variantı. Daha sonra 43-cü suala keçsək, mətnə əsasən yanlış fikirləri müəyyən edin. Kenguru sözü təsadüf nəticəsində yaranmışdır. Bəli, düzdür. Kengurunun ayaqları yalnız hərəkət etmək üçündür. Xeyr, ünsiyyət etməyə də kömək olur. Demək, bunu dairəyə alırıq. Yanlışdır. Kengurular adətən 10 ildən az yaşamırlar. Xeyr, 10-15 il. Yəni düzgün fikirdir. 10 ildən az yaşamırlar. Çünki yazıb ki, onların ömrü 10-15 ildir. Əsasdır ki, 10 ildən aşağı olmasın. Düzdür bu. Dünyaya yenicə göz açan bala kengurunun çox iti görmə qabiliyyəti var. Əksinə onlar korduqlu olurlar. Demək, səhv fikir oldu. 2-4 A variantı. 44. Bir çox canlıların barmaqlarının qarmaqvari ucları mənasındadır fikri. Üstündə rəqəm yazılmış hansı sözün şərhi ilə bağlıdır. Demək, ayaq sözü deyil, əl sözü deyil, pəncə deyil, barmaq deyil. Təbii ki, cayna olacaq. Mətnə 45. Mətnə əsasən hansı suala cavab vermək mümkün deyil. Kengurunun ünsiyyətinə nə kömək edir? Dal ayaqları. Kenguruların vətəni haradır? Avstraliya. Kengurular nə ilə qidalanırlar? Ot yeyən heyvan olduğu hardasa qeyd olunmuşdu. Səhv xatırlamıramsa. Baxaq bu hissəyə. Bəli, ikinci abzasın birinci cümləsi kengurular ot yeyən heyvandır. Böyük kenguruların boyu nə qədərdir? Qeyd olunub ki, 12 metr uzunluğundadırlar. Sonra 3 metr 12 metr uzunluğunda 3 metr hündürət olunmaqla müdafiə olunur. 2 metr yarım uzunluğunda olan nəhəng kenguru. Yəni ölçüsü nə qədərdir? 2 metr yarım. Daha sonra kenguru balasını neçə il müdafiə edir? Bunun cavabı isə mətnimizdə öz əksini tapmır. Tüm qərarlərlə verilmiş ifadənin kontekstə görə qarşılığının işləndiyi cümlə, tüm qərarlərlə verilmiş söz mühafizə olunurlar sözüdür. Baxaq cümlə daxilində dövlət tərəfindən mühafizə olunurlar, yəni qorunurlar. Mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur. Elə bu uyğun gəlir, dövlətimiz tərəfindən mühafizə olunur. Dediyim kimi mühafizə olunurun anlamıdır. O yarışda zəif müdafiə olunurdu. Buradakı müdafiə olunmağın mühafizə olunmaqla bir əlaqəsi yoxdur. Ön tərəfi qorumaq bizim komandaya tapşırıldı. Bu qorumaq o anlamda deyil. Yəni konkret olaraq tutaq ki,
cəbhədir və yaxud da ki, hər hansı bir komandadır, ön tərəfi real şəkildə qurumaq da, yəni mətndəki o mühafizə olunmaq, mədəniyyət abidələrini, nadir əşyaları, nadir heyvanları qorumaq, mühafizə etmək anlamında deyil. Ona uyğun olan elə A variantıdır. Vətəni qorumaq yenə də belə bu C-dəki anlama daha çox uyğun gəlir. Düşmənin müdafiəsi əsgərlərimiz tərəfindən yarıldı. Bunda ümumiyyətlə əlaqəsi yoxdur. 47. Verilmiş fikirlərlə mətnin hansı tərkib hissələrini genişləndirmək olar, uyğunluğu müəyyən edin. Bala kenguru bir müddət ana südü ilə qidalanmalı olur. Ümumiyyətlə, bala kengurulardan əsas sirri danışdı. Demək, B gedir 1-ə. Bu heyvanın yaşadığı ölkə bitki örtüyü ilə zəngindir. Onun yaşadığı ölkə ilə bağlı məlumat, yəni Avstraliya ilə bağlı məlumat girişdə verildi. Ona görə A gedir 2-yə. Bu heyvanları ovlamaq qadağan olub. Bu da nəticə hissədə danışıldı. 1B, 2A, 3C cavabımız da oldu D variantı. Mətnin əsas hissəsinin məzmunu ilə bağlı olmayan cümlə. Bununla da kengurunun nəsi kəsilməmişdir. Bu nəticə hissədə idi. Ona görə də cavabımız A'dır. Qalan kisədən yerə düşən kenguru balası, gözlərinin açılması, kenguruların dal ayaqlarının ünsiyyətinə kömək etməsi, ana kengurunun düşmənindən qaçarkən artıq böyümüş balasını kisədən tullaması, bunların hər biri əsas hissədə öz əksini tapmışdı. Yəni, bir daha xatırladım ki, biz əsas hissə nəyə deyirdik? Birinci hissəyə deyirdik, birinci abzasa deyirdik giriş, nəticəyə deyirdik axırıncı abzas, yerdə qalan hissə əsas hissə olurdu. Yəni, əsasən bu formadadır. Keçək 49-cu suala. Mətni əsasən cədvəldəki boş xanalara uyğun cavabları yazmaqla onu tamamlayan. Bu tipi suallarda diqqət edirik nəyə? Bəzən şagirdlər götürüb birin yerində mətndə olan hər hansısa bir məlumatı yazırlar. Xeyr, burada diqqətli olmaq lazımdır ki, nəticədə hansı fikir verilibsə, onun səbəbi yazılmalıdır. Mətndə olan hər hansısa bir fikir yox. Kenguru gəzə bilmir, tullanır. Niyə? Buna səbəb nə idi? Çünki onun dal ayaqları qabaq ayaqlarından uzun idi. Bir də bu fikri yazacaq. Ətindən, xəzindən istifadə məqsədli ovlanır. Nəticədə nə oldu? Nəticədə dövlət tərəfindən mühafizə olundu. Balasının kisədən tullaması bala kengurunun həyatı üçün təhlükəli deyil. Niyə təhlükəli? Demək, burada yaza bilərik ki, səbəb nə idi? Çünki ana kenguru düşməndən qaçarkən balasını kisədən tullayır. Kisədən yerə düşən kenguru balası özünü müdafiə edə bilir. Nəticədə balasını kisədən tullaması bala kengurunun həyatı üçün təhlükəli deyil. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edib yazın. Bəli, kenguru dal ayaqlarını yerə vuraraq, yerə çırparaq səs çıxarır. Bu iki ifadədən birini hər halda yazmaq olar. Hər halda yox, ümumiyyətlə bu iki ifadədən birini yazmaq mümkündür. Ətrafdakı insanlar. O elektrik qatarında əlini başının altına qoyaraq uzanıb mürgüləyirdi. Çox kasıb geyinmişdi. Əynində nimdaş boz paltosu, başında ipləri süzülmüş yun şalı vardı. Qəflətən yerindən dikəlib, hələ ramenə çatmamışıq deyərək oturdu. Bayırda yağan yağışı görüb üz gözünü turşutdu və mızıldadı. Bircə bu çatmırdı. Bu ki göbələk yağışıdır, sizə nə ziyanı var axı? O, bir anlıq təəccüblə baxdı və izah elədi. Bu yağış taxıla ziyan vurur. Axı yaşamaq üçün çörək lazımdır, nəinki göbələk. Orta boylu, günəşdən qaralmış, dərisi dərin qırışlarla örtülmüş, təxminən 80 yaşlarında olan bu qarı kifayət qədər zirək idi. Dərisi sərtləşmiş, damarlı, əlləri də güclü idi. Danışarkən ağzında 2 ədəd nazik, saralmış qabaq dişi görünürdü. Qarı yaylığını düzəldərək gülümsədi. Özü haqqında danışmağa başladı. Özüm İrkutsk vilayətindənəm. Heç kimim yoxdur. Təqaüd üçün Moskvaya getmişdim. Nə gediş biletim vardı, nə də qayıdış. Heç yüküm də yoxdur. Bir çöp də. Bu meyvələrdə perronda bir qadın vermişdi deyə içində 2 dənə alma olan paketə işarə etdi. Heç elə şey olar. Necə olub ki, qatardan düşürtməyiblər? Bəs nəzarətçilər? Axı hamını yoxlayırdılar. Düzü 2 dəfə gəlib. Nəzarətçi kimdir ki, o da bizim kimi insandır deyərək yüngülcə gülümsədi. Hər yerdə insanlar var. Özünə bəraət qazandıraraq əlavə etdi. Mən ki kefimdən getməmişəm, iş dalınca getmişəm. Onun hər yerdə insanlar var sözlərində
İnsanlara qarşı elə bir inam və optimizm ifadə olunurdu ki, adam özünü yüngül hiss edir, ətraf sanki işıqlanırdı. Biletsiz və pulsuz Rusiyanın yarısını qət etmək və o cürdə geri dönmək ağla sığmazdır. Amma dinləyənlərin hamısı ona inanırdı. Onun simasında cəlbedici bir ifadə vardı. Səmimiyyət, müdriklik, gözündəki mehriban işıltı onun daxilindən gəlirdi. Sərnişinlərdən kimsə onu qutaba qonaq etdi. O da təşəkkür edərək həvəslə qəbul etdi və qutabı götürüb qabaq dişləri ilə yeməyə başladı. Bu vaxt yağışdan sonra gün çıxmış və gözqamaşdırıcı şüaları ilə otların, yarpaqların üzərində bərq vururdu. Qarı əlindəki küncü didilmiş qutabı kənara qoydu və parıldayan gözlərini geniş açaraq pəncərədən çölə baxıb həyəcanlı səslə dilləndi. Demək, mətndə hansı fikir ifadə olunmamışdı. Hər şeydən zövq almağı bacarmaq lazımdır. Bəli, qarı kimi. İnsanlara inanaraq, qarı kimi deyəndə ki, bəli, qarı da məsələn sonradan, düzdür, əvvəlcə bizə yağışın yağmasına pis yanaşsa da, amma ümumilikdə görürük ki, o qədər də bədbin bir insan əslində deyil. İnsanlara inanaraq çox şey əldə etmək olar. Mətndəki qarı obrazı ilə biz bunu deyə bilərik. Yəni, o hər yerdə insanların olduğunu inanırdı. Əsl insanların. Nikbinlik insana güc verir, yaşamağı asanlaşdırır. Bəli, bu da var idi. Pulun dəyəri insanın dəyərini üstələyib, bu isə yanlışdır. Hələ də burada insanlığın olması fikir öz əksini tapır. Nəinki pulun dəyərinin insanın dəyərini üstələməsi. O görə də yanlışdır. Xeyirxahlıq olmasa yaşamaq çətin olar, bu da bəli düzdür. Qarşısındakının şəhərli olduğunu anlayıb ifadəsini işarələnmiş hansı boşluğa əlavə edə bilərik. Demək, yağan yağışı görüb üz gözünü turşutdu və mızıldadı. Burada şəhərli ilə nə əlaqə, yəni qarşısındakının hardan olmasıyla. O bir anlıq, bu ki göbələk yağışıdır, sizə nə ziyanı var axı? O bir anlıq təəccüblə baxdı və qarşısındakının şəhərli olduğunu anlayıb izah elədi. Yəni, qarı kəndli olduğu üçün belə çıxır, bunun əhəmiyyətini, zərərini daha yaxşı anlayır, nəinki şəhərdə. Ona görə də elə ikinci fikrə daha uyğun gedir. Yoxsa digərlərində onun şəhərli olduğunu bilib niyə özü haqqında danışsın? Və yaxud da sərnişinlərdən kimsə yenə də belə, yaxud axırıncı abzası olsun. Yəni, burada qarşısındakının şəhərli olmasının mövzuya nə əlaqəsi həmin cümlələrdə. Mətndə tünd hərflərlə yazılmış sözün şərhinə uyğun ifadə hansı cümlənin tərkibində işlənməmişdir. Demək, çox kasıb geyinmişdi, əynində nimdaş boz paltusu. Burada nimdaş sözü köhnəlmiş paltar anlamındadır. A variantında geyinilmiş paltarlarını onlara verdi, var. Qədim abidələrdə buradakı qədim sözü köhnəlmiş paltar anlamında deyil. Ona görə cavabımız elə belə olacaq. C-yə baxın, köhnə ayaqqabı, yəni köhnə, dediyim kimi geyinilmiş köhnə. D-də yenə də belə köhnə paltar, kostyum, rəngi solmuş, təzə olmayan yorğan, yenə də eyni məna. Amma bircə B-dəki qədim abidə isə o anlamda deyil. Hansı cümlə mətnin davamı ola bilər? Kaş heç vaxt yağış yağmayaydı, onun heç bir faydası yoxdur. Niyə? Yəni, əlaqəsi yoxdur bunun. İlahi, bu nə gözəllikdir, siz bir gözəlliyə baxın, bu ola bilər. Bu mənzərəni heç vaxt sevməmişəm, qocalıq pis şeydir, heç nədən zövq ala bilmirsən, bu yağış hər şeyi korladı. Baxın, digər 4 variantın hər biri mənfi cümlələrdir, amma B-yə baxın, B-si müsbət bir fikirdir. Həmçinin bundan əvvəlki abzası da tamamlayır. Bu vaxt yağan yağışdan sonra gün çıxmış və gözqamaşdırıcı şüaları ilə otların, yarpaqların üzərində bərq vururdu. Qarı əlindəki küncü didilmiş qutabı kənara qoydu və parıldayan gözlərini geniş açaraq pəncərədən çölə baxıb həyəcanlı səslə dilləndi. Bəli, bundan sonra bunu qoya bilərik. İlahi, bu nə gözəllikdir, siz bir bu gözəlliyə baxın. 55. Hansı izah mətndə altından xətt çəkilmiş sözün mənasına uyğundur? Burada perron sözünü nəzərdə tutur. Perron sərnişin platforması deməkdir. Daha sonra 56. Çərçivəyə alınmış sözün qarşılığı hansı cümlədə verilmişdir? Optimizm sözüdür. Optimizm ümumiyyətlə gələcəyə inam deməkdir. Nikbinlik sözü ilə də sinonimdir. Komandir nikbinlik dolu bir səslə hamını döyüşə ruhlandırdı. Elə A variantı düzdür. Nikbinlik, dediyim kimi sinonimdilər. Sədaqət duyğusu yüksək mənəviyyatdan xəbər verir. Onun nitqindəki təvazökarlıq məni mütəəssir etdi. Döyüşçülərimizin cəsarəti təqdirə layiqdir. Bu da əlaqəsizdir. Bu qadının doğmalığı kimsəsiz uşaqlara qol-qanad verdi. Dediyim kimi, optimizm
Nikbinlik deməkdir, gələcək inam deməkdir. Bu da A variantında öz əksini tapmışdı. 57. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı uyğunluğu müəyyən edin. Demək, üzərində rəqəm yazılmış ifadələr. Baxaq hansılardır? Ziyan vurur, məcazi, bir məcazi, sonra 2 həqiqidir, yaylığı düzəltmək olur, qatardan düşürtmək həqiqidir, bəraət qazandırmaq məcazidir, iş dalınca getmişəm, məcazidir. Demək 1, 4, 5 məcazi, 1, 4, 5 məcazi, 2, 3 isə həqiqi. Baxaq, 1, 4, 5 məcazi, 2, 3 isə həqiqi. Cavabımız da oldu D variantı. Mətnin plan ardıcılığı, təbiət hadisəsinin zərəri, sərnişinlərin rəğbəti, yoxsul görkəmli qadın, ödənişsiz səyahət. Demək, yoxsul görkəmli qadın birinci 3 gəldi. Daha sonra təbiət hadisəsindən danışıldı. Sonra qarı öz başına gələnləri bir növ danışır. Elə deyilmi? Qarı öz başına gələnləri danışır. Yox, birinci ödənişsiz səyahət, yəni bunlar danışır. Sonra isə sərnişinlərin, yəni rəğbəti ona qarşı hiss olunur. Hətta onun üçün götürürlər, qutabda alırlar. Demək 3, 1, 4, 2 D variantı. 59. Hadisə hansı fəsildə baş verir? Nə üçün bu qənaətə gəldiniz? Yayda baş verir. Niyə? Çünki buğdanı bəlli məsələ ki, yayda biçirlər də. Ona görə də cavabımız yay olacaq. Səbəbini də ki, dedik. İnsanlar ona inanırdılar. Niyə? Çünki burada səbəb qeyd olunub. Deyir, hani bu? Deyir, amma dinləyənlərin hamısı ona inanırdı. Onun simasında bir ifadə vardı. Səmimiyyət, müdriklik, üz gözündəki mehriban işıltı onun daxilindən gəlirdi. Çünki səmimi bir insan idi. Yəni, bunları deyə bilərik. Daha sonra hər zaman ətrafda xeyirxah insanlar tapılır. Nəticədə qarı pulsuz şəkildə səyahət etdi. Daha sonra insanlar onun yeri gəlsə yemək də ona verdilər. Bunları deyə bilərik. Mənəvi saflıq. Yeryüzü xariqələrlə doludur. İnsan kainatın ən mükəmməl möcüzəsi olduğu qədər də sirli varlıqdır. Müdriklərdən biri deyir. Dünyada ən ədalətli paylanan ağıldır. Çünki hər kəs pulun, vaxtın və s. azlığından şikayətlənir. Amma heç kəs ağlın azlığından şikayətlənmir. Özünü hamıdan ağıllı saymaq cahillikdir. Bir gün məşhur filosof Platondan soruşurlar. Nə üçün müəllimini atandan çox hörmət edir, göstərirsən? O deyir, çünki atam məni göydən yerə indirmişdir. Nəsihətlər verən müəllimim isə yerdən göyə qaldırır. Həqiqətən müdrik insanlar zəngin mənəvi keyfiyyətlərə malikdirlər. Onlardan bəhrələnmək həmişə lazımdır. Günlərin birində baba nəvəsi ilə çay kənarına xərçəng yovlamağa gedir. Nəvə turu suya atır. Tura bir xərçəng düşür. Baba xərçəngi çıxarıb vedrəyə qoyur və ağzını bağlayır. Nəvə ikinci xərçəngi tutur. Baba bu xərçəngi də turdan çıxarır. Qapağı açır və xərçəngi vedrəyə tullayır. Lakin bu dəfə vedrənin ağzını örtmür. Nəvə soruşur. Baba, niyə bayaq xərçəng tək olanda vedrənin qapağını möhkəm örtdün? 2 xərçəng olanda vedrəni daha da kip qapatmaqdansa açıq saxladın. Baba deyir, xərçəng qəribə məxluqdur. Cüt olanda biri dırmaşıb canını qurtarmaq istəyəndə, digəri onun ayağından aşağı çəkir ki, xilas olmasın. Bir-birlərini aşağı çəkdikləri üçün ... Beləliklə, paxıllıq onları məhv edir. Bəzən xərçəng xisləti olan insanlar da olur. Birinə əl uzatmaqdan, dayaq olmaqdansa ayağından çəkir, yolunu bağlayırlar. İnsan ağıllı məsləhəti dinləməli, içindəki pislikdən, kin-kudurətdən azad olmalı, özünün nəfsinə hakim etməlidir. İnsan mənəvi aləmini paklaşdırmağa can atsa, yeryüzü cənnət olar. Mətndə tünd qara hərflərlə yazılmış sözü verilmiş ifadələrin hansı ilə əvəz etmək olar? Bu, bəhrələnmək sözüdür ki, bəhrələnmək sözü faydalanmaq, öyrənmək anlamındadır. Yəni, doğru cavabımız 1, 4 olacaq. Hansı fikir mətnə əlavə edilsə, tərkib hissələr arasında əlaqə pozular. Hava çiskinli olduğundan ov baş tutmur. Demək, baxaq görək.
Günlərin birində baba nəvəsi ilə çay kənarına xərçəng yovlamağa gedir. Nəvə turu suya atır. Bilmədiyini öyrənmək eyib deyil. Məsələn, nəvənin babasına sualı. İnsan içindəki paxıllıq həsəd ən çox onun özünə zərər verir. Elə xərçənglərin mövzusunda bu var idi. Kinli insanlar bəşəriyyətdə faciələrə də səbəb olurlar. Bu da həmçinin babanın nitqində öz əksini tapır. Bir-birlərini aşağı çəkdikləri üçün beləliklə paxıllıq onları məhv edir. Yaxşı nəsihət qızıldan da qiymətlidir. Bu da babanın nəsihətinə aid ola bilər. Hava ciskinli olduğundan ov baş tutmur. Bunun bizim mətnimizlə bir əlaqəsi yoxdur. Keçək 63-cü suala. Mətndə hansı suala cavab yoxdur? Vedrədə bir xərçəng olarsa onu qurumağa ehtiyac varmı? Platon müəllimini necə qiymətləndirirdi? Müdrik insanlardan niyə bəhrələnmək lazımdır? Demək, vedrədə bir xərçəng olarsa onu qurumağa ehtiyac varmı? Demək, baxaq görək. Bəli, çünki deyir, baba xərçəngi çıxarıb vedrəyə qoyur və ağzını bağlayır. Demək, əgər birini çıxarıb ağzını bağlayırsa, demək ki, qurumağa ehtiyac var. Platon müəllimini necə qiymətləndirirdi? Onu deyir ki, bəs məni yerdən göyə qaldırıb. Müdrik insanlardan niyə bəhrələnmək lazımdır? Onların ağıllı nəsihətləri hər zaman bizə kömək olur. Yəni, mətndə də biz görürük ki, müdrik insanlardan nəsihətlər dinləmək lazımlı bir iş kimi dəyərləndirilir. İnsan özünü daxilən paklaşdıra bilərmi? İnsan ağıllı məsləhətləri dinləməli, içindəki kin küdrətdən azad olmalı, özünün nəfsinə hakim etməlidir. İnsan mənəvi aləmini paklaşdırmağa can atsa, yeryüzü cənnət olar. Bəli, demək ki, bilər. Məşhur filosoflar bir-birlərinə məsləhət görürlər. Onların bir-birinə məsləhəti burada öz əksini tapmayıb. Mətndə altına xətt çəkmiş sözlərdən heç birinin mənasına uyğun deyil. Biraz böyüdək. Demək, xariqələrlə doludur, möcüzələrlə doludur. Yəni, anın mənasına uyğun söz var. Mükəmməl, kamil, uyğundur. Cahillikdir, nadanlıqdır, uyğundur. Daha sonra xislət sözü, təbiət sözü ilə uyğundur. Bircə Nəcibliyə aid burada hər hansısa bir söz verilməmişdir. Babanın sözlərini hansı fikirlə qüvvətləndirmək olar? Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. Yəni, tam bu mövzu ilə əlaqəli deyil. Paxılla tanrı verməz, versə də qarnı doymaz, xeyir. Paxıllıq tanınmağın ən səmimi formasıdır, xeyir. Paxıl başqasının dərdini çəkər, öz həyatını puç edər. Bəli, bu öz əksini tapmışdı. Ağılda paxıllıq olmaz, ağıldan artıq var olmaz, xeyir. Mətnimizlə bağlı deyil. Hansı fikir nöqtələrinin yerinə yazmaqla mətni genişləndirmək olmaz. Baxaq görək. Vedrəni örtmək vacibdir. Ağızlarını bağlamaq lazım gəlmir. Vedrəni bağlamağa ehtiyac qalmır. Açıq qalsa da olar. Qapaq lazım olmur. Görək. Demək, bir-birlərini aşağı çəkdikləri üçün demək, baxaq bir daha. Xərçəng qəribə məxluqdur. Cüt olanda biri dırmaşıb canını qurtarmaq istəyəndə digər onun ayağından aşağı çəkir ki, xilas olmasın. Bir-birlərini aşağı çəkdiyi üçün demək, vedrəni örtmək vacibdir. A daha uyğun deyə düşünürəm, bəli. Beləliklə paxıllıq olur. Çünki ağızlarını bağlamaq lazım gəlmir, vedrəni bağlamağa ehtiyac qalmır. Qapaq lazım olmur. Bunların üçü də eyni məzmundadır. Yəni, ehtiyac yoxdur. Açıq qalsa da olar, vedrəni örtmək vacibdir. Açıq qalsa da olar, olmur axı. Bu da həmçinin digərləri ilə. Dördü də bunlar eyni məzmundur. Yəni, belə çıxır ki, vedrəni bağlamaq lazım deyil. Amma adı isə deyir ki, vedrəni örtmək vacibdir. Bəli, bu isə tamamilə uyğundur. Hansı atalar sözləri mətndəki əsas fikri ifadə edir? Əsl zəngin insan kamil olandır. Bəli. Daha sonra söz sahibinin dustağıdır. Sahibi sözün dustağı mətndə öz əksini tapmamışdı. İbrət almağı bacaran insan xoşbəxt olur. Bəli. Həyatda zəfərə çatmaq üçün güclü olmaq lazımdır. Bu da tam olaraq mətndə öz əksini tapmamışdı. 3 niyə uyğundur? Çünki fikir versə əgər ağıllı insan xərçəngin davranışından, xərçəngin həyatından belə bir ibrət götürür. Daha sonra nömrələnmiş hansı cümlələri mətndən çıxarsaq, cavabı qeyd etmədim. Cavabımız C variantı. Daha sonra nömrələnmiş hansı cümlələri mətndən çıxarsaq, cümlələr arasındakı əlaqə pozular deyir. Baxaq görək.
Yer üzü xariqələrlə doludur. İnsan kainatın ən mükəmməl möcüzəsi olur. Yəni birinci cümləni çıxarsaq da, çıxarmasaq da bunun bir fərqi yoxdur. Ona görə də biri çıxarsaq əgər əlaqə pozulmayacaq. Biri ona görə də çıxırıq cavab kimi. Özünü hamıdan ağıllı saymaq cahillikdir. Baxaq görək. Demək nə yazılmışdı burada? Amma heç kəs ağılın azlığından şikayətlənmir. Özünü hamıdan ağıllı saymaq cahillikdir. Bu da belə. Bunu da çıxarsaq əgər bir şey itirməyəcək. Yəni mətndə əlaqə pozulmayacaq. Onu pozulmaları istəyirsə əgər ikiləri də çıxırıq buradan. İndi burada cavabımız 3-5 qaldı A variantı. Görək indi nəyə görə? Günlərin birində bir baba nəvəsi ilə çay kənarına xərçəng ovlamağa gedir. Əgər bu cümlə olmasa, ardıca demək olarmı ki, nəvə turu soya atır? Demək olmaz axı. Demək əgər 3-ü çıxarsaq, məzmun ardıcılığı pozulacaq. Sonra bir-birlərini aşağı çəkdikləri üçün beləliklə paxıllıq onları məhv edir. Bunu da əgər mətndən çıxarsaq, ciddi bir dəyişiklik baş verməyəcək. Bəzən xərçəng xisləti olan insanlar da olur. Birini əl uzatmaqdan, dayaq olmaqdansa ayağından çəkir, yolunu bağlayırlar. Təsəvvür edin bu cümləni sildik məsələn. Bəzən xərçəng xisləti olan insanlar da olur. Ondan sonra necə bu cümlə gələcək ki? Tək başına necə bu cümlə gəlsin? Birini əl uzatmaqdan, dayaq olmaqdansa ayağından çəkir, yolunu bağlayırlar. Demək 3 ilə 5-i biz mətndən çıxara bilmərik. Əvvəlində işarə qoyulmuş sözləri mətndəkindən fərqli mənada həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada cümlədə işlədib yazın. Əvvəlində işarə qoyulmuş sözlər burada ağzının sözüdür, bir də ayağından sözüdür. Ağzının sözü Vedrənin ağzı məcazi mənada. Həqiqi mənada biz onu cümlədə belə işlədə bilərik ki, məsələn, o ağzına qənd qoyub çay içirdi. Belə bir şey deyə bilərik. Və yaxud da ayağından çəkir. Burada bir yerdədir. Ayağından çəkir sözü, yəni birinin ayağından çəkmək burada mətndəki mənası, yəni pislik eləmək, geri atmaq o insanı məcazidir. Həqiqi mənada məsələn belə deyə bilərik ki, o tutaq ki, pişiyin ayağından çəkib özünə tərəf gətirdi və yaxud da qardaşının ayağından çəkib yıxıtdı. Yəni həqiqi mənada yıxmaqdan söhbət gedir burada. Mətn əsasında tamamlayın. Baba nəvəsi ilə xərçəng ovlamaq istəyir. Nəticədə birlikdə xərçəng ovlamağa gedirlər. Birlikdə məsələn qeyd olunmuşdur. Burada çox cümlələr qoya bilərik. Birlikdə çay kənarına gedirlər. Bu daha çay kənarına gedirlər. Daha sonra Platon müəlliminə atasından daha çox hörmət göstərir. Niyə? Çünki atası qeyd olunmuşdur burada. Çünki atası onu göydən yerə indirib, amma nəsihət verən müəllimi isə onu yerdən göyə qaldırır və yaxud da müəllimi onun kamilləşməsində, müdrikləşməsində mühüm rol oynayıb. Ona görə də Platon müəlliminə atasından daha çox hörmət göstərirdi. Bu qədər.